bizim komandir rotamız şeylədi. Didə kim ölümdən qorxmursa çıxsın qabağa. 70-80 il, 100 il sonra hamısını xalq düşməni çıxarıblar. Maşının içi onun ölkəsinin ərazisi sayılır. Heç kim o maşının qapını zorla açıb onu onun içindən çıxara bilməz. Yanaqlarında görsən istirahət edirik. Dayı tuzu niyə qoymuşsan bura? Tuz qoyunlardan ötürü də heyvan göy otlayan vaxt daha çox tuz istəyir. Tuzu yalıylar da daş tuzdur. Sonra daş tuzdan sonra minerallar da alıyan da. Türkiyə bıraxan belə yumru qırmızı var. O mineraldır, duz deyil o. Bir də Azərbaycan bıraxan kvadrat ağlar var, o duzdur, preslənən duz. Hamısını alıyan da, qabaqlarına qoyan bura. İstəyəndə yesin. Hansından istə, onu yalıyır da. Ha, bilirəm dayı. Əskərliyi Sovet vaxtı eləmişsən. Bəli, 1983, 1985. 2 il. 2 il. Harda qulluq eləmişsən dayı? Almaniya Demokratik Respublikasında, Potsdam şəhərində. Sovetə məxsus idi orada. Sovetə məxsus hissəsi deyəm də Demokratik Respublikası. Bir var idi FRG, bir də var idi GDR. GDR Sovetin idi. FRG o İngiltərənin, İngiltərənin, Amerikanın, bir də Fransanın tərəfinə düşən hissə idi. Yarı bölünmüşdü də onda Sovetlə onların arasında Almaniya. Biz Sovetə aid hissəsində olmuşuq əskərlikdə. Potsdam şəhərində olmuşam. Potsdam şəhəri deyilənə görə Sentri Avropa sayılıydı. Avropanın mərkəzi. İndi nə qədər mərkəzdə onu mən deyə bilmərəm. Sonra olmuşam Ludwigslust şəhərində. Sumqayıtda 42-ci ildə yaranan polk. Həmən polkun tərkibində olmuşam. Yəni bizim polkun həyətində böyük bir trafaret var idi. Reklam kimi. Orada var idi də polkun keçdiyi döyüş yolu. Sumqayıtdan başlaydı Berlinə qədər. O xəritə kimi də göstərirdilər də. Yəni Sumqayıtda yaranıbdı həmən polk. 240-cı Motostrelkov polku idi. Motostrelkov rusca o vaxt biz əskərlik eləmişik. Yəni piyada atıcı alayı da. Moto atıcı alayı belə tərcümə olunur. Sumqayıtdan başlayıb ta şeyə kimi. Hələ hətta səhv eləməyəmsə, Brejnev, rəhmətlik Brejnev deyək də, indi Sovet dövlətinin böyüyü olubdu Brejnev. Brejnev həmən polkda komandir polk olubdu. Səhv eləməyəmsə. Hakimiyyətə gəlməzdən qabaq elədi. Cavanlığında da, onda heç hakimiyyətdən sonra gəlibdi, müharibədən nə qədər sonra. 2 ilin tamamını Berlində şeydə keçirdin? Bəli, mən oradan uvolt olmuşam da. Nə edib qalmaq fikirləşmədin? Qalmışdım qaqaşım, sonra xoşuma gəlmədi. Minskdə qalmışdım, Prapoşki məktəbi, Gizir məktəbi oxumağa. Minsk, Ukraynada? Yox. Belarusiyada. Belarusiyada, Minskdə böyük Učebni polk var idi. Tədris polku deyək də. Orada serjantlar da hazır idilər, balaca komandirlər. Bir də Prapoşki məktəbi. Prapoşki də səhv eləməyəmsə, indiki orduda Gizir dedi. Gizirdir deyəsən. Hərbi ilə qalmaq istəyirdin? Hərbidə qalmaq istəyirdim. Biraz qaldım, sonra nəsə müəyyən səbəblərlə əskərlikdə edib qurtarmışdım. Nəsə dedim, gedirəm evə. Çıxdım, gəldim. Elədiyimə peşman deyiləm, qardaşım. Yaptıklarım için pişman değilim ha. Aklım hala yapmadıklarımdan. Allah Teala mahilə qismət edib. Elə çıxıb gəlmişəm. Yəni ömrümü hədər yaşamamışam. Yaşamamışam. Bəlkə də onda həyatım tamam fərqli, tamam ayrı bir axara gedərdi. Almaniyada, Sovet Almaniyasında 155 min hərbi qulluqçu var idi. Zabit, əskəriyyət. Bu Sovetin tutduğu yer var idi, Sovet Almaniyası. Orada Almanlar da yaşayırdı yəni. Bəli, Almanlar yaşayırdı əlbəttə. Almanlar yaşayırdı, biz de onların içində hərbi borcumuzu yerinə yetirirdik də. O Berlin divarı söhbəti oradaydı. Berlin divarı, demək o Berlin şəhəri Sovetə düşən hissədədir. Ancaq Berlin özü də 2 yerə bölünmüşdü ortadan səddlə. Həmən o məşhur Berlin səddi, həmən o səddi. Sonra 90-da mı, 91-də mi? 89-da deyəsən. Söktülər, dağıttılar onu. Yeltsinin dövründə səhv edilmişlər. Görmüşdün o şeyi? Yox, mən Berlində olmamışam. Mən Potsdamda olmuşam. Potsdam şəhəri var.
Sonra Lüduslu şəhərində olmuşam. Bayaq da əvvəldə dedim. Mən prosto mənə maraqlı gəldi ki, yəni nəsə bir çaxnaşma zad düşübmü? Yox, çaxnaşmasını görməmişəm. Bir dəfə bizim komandir rotamız şeylədi, dedə kim ölümdən qorxmuşsa çıxsın qabağa. Öyləcə biz Qafqazlar hamımız çıxdıq qabağa. Bizim maşına doldurdular, apardılar. Demək o vaxt SSR-nin orada hərbi gizli inşası nəsə. Nə var idi orada? Raketim var idi, nə var idi? Bilmirəm. Orada bir Alman, Feriqədən olan bir Alman, Amerika, İngiltərə onların yaratdığı o bir hissədən, Almaniyadan gələn bir Alman öz maşını ilə demək oradan xəbər verirlər ki, Alman çıxıb o yaraların şəklini çəkir, obyektin şəklini çəkir. Biz də pexotayıq da, biz də piyada. Bizi yığıb aparırlar oraya güya. O da bilirsən Avropada ora. Yəni Avropa çox gözəl, çox səlis, çox dəqiq yer idi. Yəni qayda qanun olan, porядка, təmizlik, səliqə, səhman hər şey əla idi. Demək maşının içi onun ölkəsinin ərazisi sayılır. Heç kim o maşının qapını zorla açıb onu onun içindən çıxara bilməz. Ancaq çölə çıxsa tuta bilər onu. İndi bizim komandirimiz də onu başa salır ki, bir çölə çıx. Deyər çıxmıram, söyüş içərdən. Qara çıxmadı içindən. O da onu tutmağa icazəsi yoxdur axı. Onun toxunulmamazlığı var da. O maşının, o avtomobilin içi onun öz ölkəsinin ərazisi sayılır. Qəribə bir şeydir. Yəni elə şeylər çox görmüşük. Ancaq Almaniya çox gözəl ölkədir. Kim döyər hə? Təbii ki mən. Kimi döyərsən? Allah kim diyəni. Sənə tolunu olsa qoymuşdum. Akşam bir vedra arpa da tökeceğim. Hamımıza çip koyacaklar. Yiyecekler. Günümüzü böyle tamamlayacağız. Şimdi paşalar kimi yaşadırsan ha onları? Daha o eğer saxlayırsansa elə saxlamalısan kardeş. Elə vallahi qoyunun var mı? Var. Elə saxlamırlar. Heyvanı gözəl saxla. Eğer başarırsan, başarmırsan hiç saxlama. Ay heyvan, hara gidiyorsun? Ne var orada? Hayırdır? Çok qəribə heyvandır bu heyvan. Dayı, əl dəymə görək hara gedəcək oradan. Hadi çıxıb evə yiyəcəkdir. Hər ki. Bir dənə də. Yürü. O yan tərəfdədir. Gəlib orada dayanıb baxır elə. Vay aman bu elə duruyor. Get ortada da. Çıxarmışam biraz gəzin. Hə, 50 də problemimiz var. Gelin ondan sonra işıqlandırın. Gəldilər. Şahvələt müəllim, şahvələt müəllim. Çəkərək. Ha buradan tullanmaq olar. Hoppa. Sağ ol səni. Ay Əlim, ay Əlim, ay Əlim. Gel gel. Ha burada çəkiliş icazə yox, söndür kameranı. Kameranı söndür hala. Eyni yaşladılar da. Ancaq o buynuzlu keçi 2 dəfə doğubdu. O bir dəfə elə bir ki o bicinə də deyilər, haramına da deyilər doğubdu. Bilinmir Bunlar isə, adam. bu ikisi isə düzgün vaxtında doğublar da. Hə, yəni sən heç gözləmirdin ki o doğacaq ha birincisi. Bicinə doğar. Bilmirdim, mən almışdım onu balaca çəpiş. Hı. O bizim burada bak bu çəpiş var, bak bu. Hı. Bu çəpiş normalda doğmamalıdır bu il. Bu doğmalıdır gələn il. Mucur da qatanda içinə, erkək qatanda qurma olmuyor da. Burada keçi sayı azdırsa, mucur hamını sürüyor. İndi mən elə bilirəm ki, o çəpişdə təkəyə gəlir. O balaca çəpiş bax. O da təkəyə gəldi. Mən evdəyi də bir qırmızı təkəyə gəldi, mən onu görmüşəm. O bir qırmızı ilə bunu görməmişəm. İndi onu zaman göstərəcək də. Doğanda doğsun da. O da ala məsələn, o keçi bizinə doğmuşdu. Bu haqqına doğubdu yax da. Boyda eyni bərabərdirlər də. Yəni heç bir problem yoxdur ki. Doğuyu doğsun da. Nə problem var ki? Bizə nə lazımdır? Bala. Bol quzu olsun, bol çəpişi olsun da. Kör nə istərdi? İki göz, biri əyri, biri düz. Ay sağ ol, tarixdir. Çəpiş çox olarsa Basılmaz vətən. O Səmədoğunun şeyidir o. çörək Torpağa olar. düşməsin havayı birdən, çörək bol olarsa basılmaz vətən.
Sağ ol da. O Səməd böyük Azərbaycan şairi Səmədoğlu'nun şeyidir. Təəssüflər olsun ki, indi həmən şairləri ölümündən 70-80 il, 100 il sonra hamısını xalq düşməni çıxarıblar. Haqqında mən sevmirəm də elə şeyi. Yəni ölənləri həmişə hörmətlə yad elə. Ay kim kimə nəsə demişdi, kim kimə nəsə eləmişdi. O şeyləri açıb ağartmağın, ortaya tökmağın nə adı var? Necə deyim, kişiliğə xas olan bir şey deyil. İndi Yəni ölənləri hörmətlə yad eləmək lazımdır. yox, söhbəti o Hamının şeylədir. əskik tərəfi də ola bilər, Əlbəttə. nəsə bir qəliz tərəfi də ola bilər. Onları da insan öləndən 70-80 il sonra atıb ortaya töküb, mən onu əskik söhbət sayıram. Məsələn, atalarımızı, analarımızı, nənələrimizi, babalarımızı həmişə hörmətlə yad eləyirik, elə deyilmi? Elə də bizim dövlətimizin, Azərbaycanın elə layiqli, ləyaqətli oğlanların da, qızların da elə yada salmaq lazımdır. Həmişə onların yaxşı tərəflərini demək lazımdır. Amerikada indiyə qədər Amerika istiqlaliyyət qazanandan sonra neçə dənə prezident olubdu? 44 yox, 45. Sağ ol. Heç birinin haqqında bir pis söz danışırlar. Yox. Öz sürokunu prezidentlik eləyir, şu getdi pensiyaya, ya öldü, ya nəsə oldu. Ancaq heç vaxt hörmətsiz eləmirlər onu, yada salmırlar. Evet. İnsanın həmişə gördüyü yaxşı işlərdən danışmaq lazımdır. Yəni insan deyirlər, qiymətsiz varlıqdır. Deyil. İnsan qiymətli varlıqdır. Sadəcə yaxşı tərəfdən yanaşmaq lazımdır. Qiymət yəqin dəyər söhbətinə görə də dəyərli varlıq. Dəyər də, yəni mən qiymət onu deyəm də, qiymətli varlıq da ona deyəm də. Yəni hər bir insan öz aləmində haqlıdır, hər bir insan öz aləmində önəmlidir. Hər bir insanın bu cəmiyyətdə, bu vətəndə, bu dövlətdə yeri var. Yersiz insan heç vaxt yada düşmüyor. Ancaq elə dahi insanları sonra adını ləkələmək, qaralamaq, mən o şeylərə yaxşı baxmıram, o düz deyil. Mən nə qədər çoban da olsam, nə qədər şeydə olsam, ancaq savadım var, özümə yetdik. Mən oxuduğum kitabların sayı bəlkə 10 minlərlə olar. Yəni mən savadsız adam deyiləm. Mən elə fikirləşəm. İnsanları hörmətlə yad eləmək lazımdır. Mən də narahat olayım elə şeylərdə. Bildim, yox, prosta bir sənətlərdir. Sən də çox siqaret çəkirsən də, takıdaraq. Mən neyiniyim? O uzun illərin pis vərdişidir də. 8-ci sinifdən. Hə, 8-ci sinifdən. Mən 7-ci sinifdən siqaret çəkirəm. Mən heç kim onu məsləhət görmürəm. O çox pis vərdişdir. Həm bədənə, cana ziyandır, həm cibə ziyandır. Hər tərəfli ziyandır da bir sözlə. Hə. Heç xoş görünmüyor. Ancaq da o vərdişdir də. Özümdən asılı olmayaq, əlim cibimə gedir. Götürsün, baxarsa siqaret çəkirsən. Ha, cibini çıxarıyam. Yadımdan çıxır. Deyəm ki, arada fasilə verim. Yenə görsən yadımdan çıxır da. Yəni qocalıqdandır da. Estağfurullah. Yaddaşsızlıqdan. Sənmi? Qocalıq mı? Mən inanmıram da. Neçə yaşın var? 61 olacaqdı abi yeni ildə. İnşallah. Yanvarın 1-də 61 Cavan yaşımız. oğlansan sən də. 61 arası qocadır. Yox, 61 daha qocadır görürsən. Yəni hərəkətindən, yerişindən, işləmək qabiliyyətindən özün hiss edirsən ki, hə, qocalıqdır. Bin var. Yalandan deyim ki, yox, mən 18 yaşım var. İndi bu yaşında səhər saat 3-də, 4-də durub sən əgər O mal kəsirsən, mən onu eləyə bilmirəm. Sən nətər yaşlısan da. Qaqaşım, o çörək eşqidir. O başqa da, öndə heç. Biz heç kimin qabağında əyilməyik, ancaq çörəyə əyilik. Biz dostoyna olanlar. Bəli. Gecə 3-də də duraram, 2-də də duraram. Ləcbə mənim ailəmin çörəyi çıxsın. Balalarımın qarnı tox olsun, üzü gülsün balalarımın. Sən dayıya keçəndə dedim axı, xoşbəxtlik məndən ötürü nə dedi ya? Bəli. Xoşbəxtlik bilirsən nədir? Dayıdan ötürü. Evə girirsən, ev istidir. Qazan qaynayır, evdəkilərin üzü gülür. Xoşbəxtlik odur qardaş. Sağ ol. Evdəkilərin, sən görürsən Çimnazxananın üzü necə gülür. Bəli. O məndən ötürü xoşbəxtlikdir da. Mən artıq ondan o yana da nə lazımdır? Heç nə. Elə deyilmi? Elədir. Sağ ol. Layka kutkanı hardan almışsınız belə soruşmaq ayıb olmasın belə? Nə biləm, o çoxdanın kutkasızında. O elə bir yağınlı günzad olanda, qoyunda, moyunda olanda eləyəndə giyəm də. Niyə? Mən bunu şəhərdə giyinirəm. Nə deyirsən kutkanında? Ancaq qoyun növbəsində, yağışlı gündə
En güzeli zontdur. Nədir? Zont. Zont nədir? Zontikdir o. Hə, zont deyirsən ona görə. Zont deyirlər də, zontik deyirlər. Zont şeydir. Çətir. Çətir. Mədəyə udub baxan şey Çətir. kamera. Zont dedim, zont demədim. Ondan da udmuşam dayı. Mən də udum 2-3 şimdi. dəfə. Ben de 3-4 defa udum. Hadi kişinin başına iş gələr. Olan şeyler değil şeyler. Bayaq onu soruşursan mən də deyəm ki, dayı imenli o təsərrüfata maraqlıyam da. Bəli. Mən dayı sağa təsərrüfatdan günlə söhbət edə bilərəm. Saatlarla. Heç yorulmaram. Mən də çəkərəm ya, heç yorulmam. Məsələn, sən desən ki, dayı maşın, texnika, dayının elə şeylərə marağı yoxdur. Nə həvəsim yoxdur. Bax, indi Yekə dayın, gedəcəyik də, Yekə dayın. Yekə dayın elə bir ki, anadan gəlmə sürücüdür da o. Tərsinə, onda da heyvana şey yoxdur. Onda da heyvana maraq yoxdur. İndi atamız, anamız bizi universal yaratıblar da. Hərəmizi bir sahəyə maraqlandırırlar, yəqin ki. Onun heyvanları var da. İnəyi var bir dənə onların. O da göz qaytarmaq o da üçün. gəlin alandı. Yəni qardaşıma qalsa o dayın almazsan. Ancaq qəşəng inəyi var. İnəyin balasını bu yaxında mənim qəssaba verdik. Erkək balası var idi 6 ayın. Ancaq qəşəng göngə idi balaca. 6 aylıq idi hələ. Yaxşı da qiymətə verdi özdə, qəşəng. Yaxşı da baxmışdı gəlin ona. Dayının arvadı. Qardaşımın arvadı. Çox qəşəng baxmışdı heyvana da. Hətta qəssab da dedi halal olsun. Gözəl baxmışsınız heyvana. Yəni elə baxmışdı heyvana. İndi yenə deyirəm, dayın işliyi gəlin evdədir. Bu yardımcı təsərrüfatdır da. Əlavə nə qazansaq o bizim evimizin xeyridir də. Əlbəttə. Loxmamız, çörəyimizdir. Belə işlər qardaşım. Bəli. Qoyun getmir. Bax bu gün sənin bəxtindəndir qoyun getməyib çölə. Hamısı buradadır. Bizim o gözəl qoyunumuz niyə otlamayıb, fikirləşik? Toxumu yoxsa? Hansını deyirsən? O da ortada durur. Hə, o bura tərəf baxan. Hə, tərpəndi. Yox, yaxşı qoyundur da. 8-10 oyundur. Hara getsən, Geç görüm yerə. Balan burada, hara getsən? Geç. Geç görüm. Get otda da. Hayır. Aparıb damas alacağım orada da yaxşı fırırıq eləyə. Yere. Geç görüm. Qoyunun qəribə xasiyyəti var idi. Yem də yiyir, elə duruyor. Ot da yiyir, yenə elə eləyir. Yeməyəndə də elə eləyə duruyor. Bu? O balası onundur. Bu qoyundur, bu çox şeydir. Elə bir ki, evdə balası qalıbdır. Bu da yanındadır balam. Görsən də qaqa, görsən də mən kimlərlə yaşayıram. İndi hamısı qazanıyla baxa-baxa duruyor bax. O da heyvanın tərsliğidir. Dayı, sənin qoyunların səni tanıyırlar, yoxsa? Tanıyırlar da yəqin ki. Məsələn, mənsiz sən girsən, səndən hürkəcəklər. Ancaq məndən hürkmürlər. Yox, məni tanıyırlar ki, məndən O hürkmürlər. Türklərdə bir çoban var, baxımsan. Deyir, benim qoyunlarım beni tanıyır. Deyir və şeylərdə çağır onda belə. Yas qiley, çağırır gəlmir heç. Yas qılay. Abi hayvanlarda hareket yok. Elə prikollarda olur. Ona görə soruşdum, sən də məsələn çağırsan gələrlər. Ya, mən elə, məsələn, elə örgəti ilə heyvanı, mən onun tərəfdarı deyiləm. Niyə tərəfdarı deyiləm? Sonra o heyvan çöldə çanta çıxarırsan, yemək çıxarırsan, çörək yemək atırsan, gəlib ağzın, böyrünü kəstirib durur. Getməyir. Elə örgəşib də. Mən heyvanı heç vaxt elə örgətməyəm. Bir o keçiləri biraz nazlandırmışam, o peçenya zad verə. Onlar vaxt dayanıb məndən onu gözləyirlər. Yadındadır şey, biz də düş belə verdik. Deyəsən, basıb yedi deyəsən. Sən də peçenya verirdin onda. Videosu var məndə. O şimdi cavan qoçlar yaxın durmur, qaçır adamdan, hə? Yox, o cavanı o yerindən adama yaxınlaşan deyil. Bu isə cavan baxımdan da o bitdən əmlə şapalaq ərəsən, tez çölü sağ pis baxıydı. Yəni məndən zarafat eləmə. O əvvəlindən elə idi. Ona görə də daha gələnli saxlamamağa qərar verdim. Ancaq yaxşı qoşdu. Var ki, bir var da, nə eləyəm, 2 dənə qoşum, cəmi cümlətanı İndi 2 dənə 16-17 heyvandır hər şey o cavanı deyirsən, hə? Bozatlı nəzər, qulaqsız. Orada. O da bu oyunun o tərəfində. Bildim, o qulaqsızdır deyirsən. Qulaqsız bəli. Bu da qulaqsızdır. O da. Prosto bu buynuzludur. Bu buynuz biraz apasın oluyor da. O deyil.
Aa, Bəs biraz- bu dabaq Ha, bu söhbəti da. keçiyə düşür da. Ha. Düşür. Bu ben bu o iki o tek duran keçi, ağ keçi. İkisi de hastalanmış da. Hı. Üstünde şeyledim, iğne vurdum, sağaldılar. Vay. Hemen o mən deyən iğnəni də, qızdırmanı saldıq aşağı. Elə o iğnəni vurandan sonra başladılar yemidilər ona kimi. Başladı yemə, oyundan da ötüşdürdülər. Maşallah heç nə yoxdur da. Qoyunlar da elə, neçəsi burada adlatıbdı. O yekə qoç özü də adlatıbdı onu, o xəstəliyi. Hələ Buynuzlu. o biz video çəkmişdik keçən dəfə. O videodan qabağa o xəstələnmişdi. Mən bildim işitmə mi? Demək işitmə deyil imiş. Dabaq imiş. Ha. Biz də bilməmişik. Ha. Elə olub da həkim dedi o şeylə dabağla heç bir əlaqəsi yoxdur. Deyəm həkim. Qızdırma qalxı, o da qızdırmaya qarşı inət də vuruyam, heyvan başlayır yema. Bizə əsas nə lazımdır? Heyvan sağalsın, yesin. Yeməsə heyvan ölə bilər də. O bütün dünyanı fırlanıyor xəstəlik. Virus kimi. İnfeksiyonlu xəstəlikdir də. Dabaqdır, çiçək xəstəliyidir qoyunda. Sonra qara yaradır, pursulyozdur. Pursulyoz da əsasən o qoç qoyun birləşməsindən bir-birinə keçə bilir də. Yəni ya qoçda olur, ya qoyunda olur. Elə yoluxu məsələn qoçda xəstələndisə, qoçdan nə qədər qoyun qoça gəlir, düzmü? Onlar hamısı pursulyozdan xəstələnir. O da sağlam deyil ha. Pursulyozun da müalicəsi yoxdur. Onun ən gözəl variantı da onu kəsməkdir. Çünki var öldürmür də deyirlər, pursulyoz. deyirlər var. Dava dərmanla ki müalicəsi var. Ancaq çox baha əmələ gəlir. O da sərf eləmək də heyvanı. Xəstə heyvanı şübhə ilə saxlamanı deyməz. Xəstə heyvanı çıxarırsan, o vaxt Sovet dövründə elə xəstə heyvanları kombinat götürürdü. Pursulyozla xəstə heyvanları kombinat. Orada onu əti o yüksək dərəcədə şeylidilər, o yəni pursulyozun mikrobu tez ölür. 37 mi 40 dərəcədə ölür. Bəs bruselyoz belə öldürür heyvanı yoxsa Öldürür deyəndə xəstəlikdir də. zəiflədir? Ya- Yavaş-yavaş. İnsanı öldürə də bilir də. Hı. Bizim bir babalarımızdan birisi pursulyozdan ölübdü. 60-cı illərdə. Bir də yoxlayıblar. Bir qoyundan pursulyoz çıxıbdı. Bir dənə qoyundan. O da bizim babamızın qismətinə düşübdü. O yeyib onu. Pendir yeyibdi. Ha, pendiri ha. Pendir yeyibdi. O bir dənə o kişi olubdu. O vaxt da o antibiotiklər zətlər o qədər olmuyor. Pursulyozun ən gözəl müalicəsi antibiotikdir. Antibiotiklər olmadığı üçün və bu laboratoriya, bu şeylər yox idi axı, bu analizlər zətlər o vaxt. Bilmək Heç olmaz. bilməyiblər nədən ölübdü ya. Ancaq pursulyozdan ölübdü. Çoban olubdu da. Kolxoz binəsində çoban. Neçə dənə qoyunun var dayı? Əməlli satmışam. 40-dan çox idi. Bir 2-3 dənə pay vermişəm. Qalanda 11 dənə satmışam. Quzu, kəpiş satmışam. Hələ bir iki neçə də satasılar var. Onları da satacağım. Daha yerdə qalan damazlıqdır. Qalacaqlar gələn ilə qoyundur, keçidir. Onlar damazlıqdır. Bu yeşə qoçu da satacağım. Balaca qoç gələn il ondan da gözəl qoç olacaqdır. İnşallah. İnşallah. Yaxşıdır.